Maşını sürürsən, hər şey normaldır. Yağı dəyişmirsən, amma bir müddət sonra baxırsan ki, yağ azalır. Altında damcı yoxdur, yer ləkələnməyib, amma yağ yoxdur. Bəs bu yağ hara gedir? Cavab sadədir. Mühərrik yağı yandırır. İndi gəl bunu sadə dildə izah edək. Mühərrik necə işləyir? Mühərriki şprisə bənzət. İçində dəmir boru var, silindir. İçində yuxarı aşağı gedən dəmir parça var, piston. Partlayış olur, maşın gedir. Amma bu sistemdə yağ var ki, dəmirlər sürtünməsin, mühərrik yeyilməsin. Yağ yanmalı yerə düşməməlidir. Problem də buradan başlayır. Piston halqası ən əsas səbəb. İndi diqqət. Pistonun üzərində halqalar olur. Bunu üzüyə bənzət. Bu üzük nə edir? Yağı aşağıda saxlayır, yuxarı yanma yerinə buraxmır. Halqa köhnələndə isə nə olur? Təsəvvür et, qapının rezini köhnəlib. Hava içəri keçir. Eyni şey. Yağ yuxarı qalxır, benzinlə birlikdə yanır, tüstü kimi çıxır. Əlamətləri isə maşın çox yağ yeyir. Qaz verəndə mavi tüstü, güc zəifləyir. Bu artıq ağır problemdir və adətən kapital təmir deməkdir. Klapan rezinləri, salniklər. Bunu da sadə deyim. Mühərrikin yuxarısında klapanlar var. Orada da yağ dolaşır. Amma klapanın dibində rezin olur ki, yağ aşağı axmasın. Rezin köhnələn kimi yağ yavaş-yavaş aşağı süzülür. Səhər işə salanda sütü çıxır, sonra kəsilir. Bu problem isə az yağı yedirir. Amma uzun müddət davam edir. Yaxşı tərəf isə təmiri nisbətən ucuzdur. PSV, mühərrikin nəfəs borusu. Adı qorxulu gəlir, amma özü sadədir. Mühərrikin içində hava və qaz yığılır. Bu qaz çıxmasa, motor boğular, yağ çölə sıçrayar. Buna görə də bir boru var, artıq qazı geri soğurur. PSV xarab olanda mühərrik yağı da hava ilə birgə soğurur. Yağ yanma yerinə gedir. Sürücü də başa düşmür, niyə yağ azalır. Heç tüstü də olmaya bilər. Amma bu detal ucuzdur, amma çox usta yoxlamır. Səhv yağ. Sürücünün öz əli ilə etdiyi səhv. Köhnə mühərrik var, sən də gedib çox duru yağ tökürsən. Bu nə kimidir? Köhnə çəkməyə su tökmək. Nəticə isə yağ hər yerdən keçir, yanma yerinə düşür. Mühərrik yağ yeməyə başlayır. Yağ motorun yaşına uyğun seçilməlidir. Yağ yemə normaldırmı? Az miqdarda bəli. Amma 1000 kilometrə 1 litr tüstü, güc itkisi isə artıq normal deyil. Yağ yemənin sonu nə olur? Katalizator sıradan çıxır, şamlar ölür, mühərrik gücdən düşür, xərclər isə böyüyür. Yekun olaraq maşın yağ yeyirsə susma, belə sürüm gedim demə. Çünki motoru vaxtında qulluq olunmasa böyük xərcləri gətirib çıxarda bilər.